Hər uşağın bir hekayəsi var. Amma bu hekayə çox xüsusidir. Çünki o, dekabrın 28-də dünyaya göz açmış Nur Yusifli hekayəsidir. Nur bir səhər oyandığında içində qəribə bir fərqlilik hiss etdi. Ürəyi titrəyir, yanaqlarında xüsusi bir parıltı gəzirdi. Nəyin dəyişdiyini anlamaq üçün o cəld aynaya tərəf qaçdı. Görəsən bu onun arzuladığı şeydimi? Bəli, o bir gecədə əsl şahzadəyə çevrilmişdi. Əsl şahzadənin geyimi hər zaman qeyri-adi olmalıdır. Nur qarderobundan ən sevdiyi çəhrayı donunu geyindi və ayaqqabılarını da ona uyğunlaşdırdı. Və nəhayət, dekabr ayının rəmzi olan mavi topaz daşları ilə bəzədilmiş tacını başına taxdı. İndi o, bu möhtəşəm günə başlamağa hazır idi. Kral sarayının mərkəzi pilləkənlərindən süzülərək əzəmətli zala daxil oldu. O qədər hazırlıqdan sonra balaca şahzadə acmışdı. Yemək otağında onu aşpazın hazırladığı növbənöv tortlar, kekslər və şirniyyatlarla dolu bir masa gözləyirdi. Səhər yeməyindən sonra şahzadənin vacib işləri var idi. O heyranlarının ona yazdığı sevgi dolu məktubları oxudu. Məktubda deyilirdi: "Əziz şahzadə Nur, sən ağıllı, mehriban və istedadlısan. Səni tanıdığımız üçün çox xoşbəxtik." Daha sonra Nur sevdiyi atlarının yanına yollandı və ən sevdiyi ponisini yemlədi. Ardınca atına minib, bağçanın girişində onu gözləyən dostlarının yanına tələsdi. Onlar üçün qurulmuş gözəl çay süfrəsi ətrafında şən vaxt keçirdilər. Lakin günəş batmağa başlayanda saraya qayıtmaq vaxtı gəldi. Nur ponisi ilə sağollaşdı. Bol köpüklü vannına qəbul edib dişlərini fırçalasa da, Nur hələ də o parıltılı, mavi topazlı tacından ayrılmaq istəmirdi. Nəhayət, şahzadə Nur öz yatağına girdi. Kral və kraliçə ona "Gecən xeyrə" deyib üzündən öpmək üçün yanına gəldilər. Nur yuxulu səslə pıçıldadı: "Ümid edirəm sabah da oyandığımda mən yenə şahzadə olacağam." Kral və kraliçə gülümsəyərək cavab verdilər: "Sən həmişə bizim balaca şahzadəmiz olaraq qalacaqsan. Sənin təmiz qəlbin və dürüstlüyün səni hər zaman əsl şahzadə edəcək."